Mənim əvvəlki təcrübələrimə əsasən onu deyə bilərəm ki, mən bu kollektivdə çox vaxt sıxılmışam, bəlkə də incimişəm falan. Yəni söhbət iş mühitindən gedir də. Yəni iş orasıdır ki, işə ailə gözündə, community gözündə baxmaq aslında yanlış bir şeydir. Niyə bunu deyirəm? Ona görə ki, mən özüm həmişə elə bil ki, bunu eləmişəm də. Bildiniz necə? Getdiyim məsələn kursda və yaxud da ki, universitetdə fərqi yoxdur. Mənim bu tip problemlərim olubdur. Hansı ki, belə deyək. Onu başa düşməli idim ki, əslində mən yanaşmamda səhv olmuşam. Yəni mən əslində oradan sadəcə bir məqsəd güdməli idim. O da hansısa məsəl üçün bilgi əldə eləmək, düzdürmü? Hansısa bir deyək ki, diplomu və yaxud da sertifikat əldə eləmək. İndi düzdür. İndi diplom da başqa mövzudur. Sadəcə yəni hara gedirsənsə get, iş üçün də belə deyək. Sən elə bil ki, buradan yalnız bir məqsəd güdəcəksən, o da ki, işləyib pulunu qazanmaq. Tutarlı çıxdı, yetdi. Əsas odur ki, müdiriyyətlə, yəni normal ünsiyyətin olsun, düzdürmü? Kollektivlə normal ünsiyyətini saxlayasan, tutarlı çıxdı, yetdi. Başqa işlə gözləməyəsən də, belə deyək. Çünki gözləyəndə də özünə ziyan edirsən, yəni. İş ailə demək deyil, dostlar. Bunu yadınızda saxlayın. Yəni, heç vaxt işə ailə gözündə baxmayın. Müdür əgər görürsünüzsə ki, deyir ki, biz bir ailəyik, başa düşün ki, da, yəni orada uca emosional asıllıq yarana bilər. Hansı ki, o emosional asıllıq heç də yaxşı yerlərə aparmayacaq sizi. Sabahsı gün adi pul mövzusunda, düzdürmü? Problem yaşayacaqsınız. Hə, ona görə də sizə əgər nə bilim, ailə lazımdırsa, community lazımdırsa, onu başqa yerlərdə axtarın, okey? Onu işdə axtarmayın. Yəni, iş hər şey demək deyil.